And olsun səhərə, and olsun sakitləşən gecəyə. Rəbbin nə səni tərk etmişdi, nə də sənə acığı tutmuşdu. Həqiqətən, axirət sənə dünya həyatından daha xeyirlidir. Şübhəsiz ki, Rəbbin sənə nemət bəxş edəcək, sən də razı qalacaqsan. Məyər O, səni yetim çağında qoruyub sığınacaq vermədimi? Səni çaşqın olduğun halda doğru yola yönəltmədimi? Biz yalnız sənə ibadət edir və yalnız səndən kömək diləyirik. Kasıb olduğun zaman səni varlandırmadımı? Elə isə yetimə xor baxma, səndən kömək diləyəni qovma və Rəbbinin neymətindən danış.